imkanları məhdud olan uşaqların təhsil hüquqlarının təmin olunması məqsədi ilə Bakı şəhərində 5 psixoloji, tibbi, pedaqoji komissiya fəaliyyət göstərir. Burada aparılan müayinələr əsasında uşağın xüsusi təhsilə ehtiyacı olub-olmaması müəyyənləşdirilir. Komissiyaların qərarı uşaqların təhsil prosesinə daha uyğun şəkildə cəlb edilməsinə imkan yaradır. Bakı şəhəri üzrə təhsil idarəsinin nəzdində fəaliyyət göstərən psixoloji, tibbi, pedaqoji komissiyalarda müayinələr ödənişsiz həyata keçirilir və qəbul müəyyən edilmiş qrafik əsasında aparılır. Bizim yanaşmamızda əsas prinsip uşağın məhdudiyyətlərinin deyil, potensialını görməkdir. Komissiya diaqnoz qoyan qurum kimi deyil, uşağın təhsil ehtiyaclarını müəyyən edən, ona uyğun dəstək mexanizmini tövsiyə edən qurum kimi fəaliyyət göstərir. Qiymətləndirmə zamanı burada yalnız tibbi sənədlərə əsasən deyil, uşağın komissiyada göstərdiyi davranış, sosial adaptasiyası, ünsiyyəti və məktəb mühitində iştirakı da nəzərə alınır. Valideynlərə sonda müraciət etmək istəyib deyərdim ki, komissiyanın fəaliyyəti uşaqların maraqlarına xidmət edir. Bizim məqsədimiz hər bir uşağın öz potensialına uyğun təhsil almasına, cəmiyyətə inteqrasiyasına, inkişafına dəstək verməkdir. Valideynləri vaxtında müraciət etməyə, məktəbləri və uşaqların fərdi ehtiyaclarına həssas yanaşmağa çağırırıq. Hər bir uşağın keyfiyyətli təhsil alma hüququ var və biz bu hüququn təmin olunması üçün çalışırıq. Mütəxəssisin sözlərinə görə erkən diaqnostika və vaxtında göstərilən dəstək uşaqların inkişafında mühüm rol oynayır. Məhz buna görə də valideynlərin vaxtında müraciəti uşaqların gələcək təhsil uğurları üçün xüsusi əhəmiyyət daşıyır.